Yaşa Azərbaycan, yaşa, o qədər yaşa dedi. Arkadakı kişi çox yaşaya bilmədi. Çünki fikir verdinizsə kolonka düşdü başına. Hamının xəbəri var ki, arkada birinin başına iş gəlib, bir dənə müğənnidən başqa. Müğənni öz keyfindədir, oxuyur. 1997-ci ildə Julia Hill 55 metr hündürlüyündə olan 1000 illik ağaca dırmanıb və orada yaşayıb. Bunu niyə eləyib bu xanım? Həmin ağacı kəsmək istəyiblər. Hansısa şirkət orada tikinti eləmək istəyib, çox güman. Həmin ağacı kəsmək istəyiblər və bu aktivist xanım da 2 ilə yaxın həmin ağacda yaşayır və digər insanlar da ona dəstək olurlar, ona yemək aparırlar. Axırda həmin o ağacı kəsmək istəyən şirkət fikrindən daşınır, müqavilə bağlayırlar. Həmin bu xanım, aktivist xanım da ağacdan enir. Aktivist belə olar. Yoxsa bəzi bizim o düşük aktivistlər var, özlərini aktivist deyirlər. Qurban bayramı gələn kimi ağızları işə düşür. Ay heyvan!